Niyə deyirlər imamların adı çəkilməyib? Ad. Cavab. Bir də Quran-ı Kərimin metodikası, mövzuları ümumi, külli şəkildə söyləməkdir. Ümumi, külli şəkildə söylər. Yaxşı. Təfsilat, xırdalıq Peyğəmbər və Əhl-i Beytə aiddir. Allah buyurur ki, وَأَنْزَلْنَا عَلَيْكَ الذِّكْرِ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ Peyğəmbər biz sənə nazil etdik. Bəyan səndə, şərh səndə, təfsilat səndə və səndən sonra gələn imamətdə. Quran-ı Kərimin metodikasını mən istədim, yazıcı bir dənə metod toxundum ki, bir dənə ayə ilə mövzunun cavabını axtarmayın. Görürsən, bir dənə ayəni götürüb, bir budur. Dedim ki, yox, o mövzu ilə bağlı bütün ayələri yığın bir yerə, düz. İndi bir söz deyirəm sizə. O da budur ki, Quran-ı Kərimin ümumiyyətdə metodikası budur ki, ümumi danışır, küllü danışır, cüz'iyyat və təfsilat kimin öhdəsindədir? Peyğəmbərin və onun davamçılarının öhdəsində. Yaxşı, çox gözəl. Hətta bir hədis deyirəm sizə. Hədis belədir ki, bir şəxs gəldi İmam Sadiqə, yaxınlaşdı. Görünən budur, o dönəmdə aktual imiş bu məsələ. Yaxınlaşdı ki, Quranda Ul-Əmr ayəsi keçib. Yaxşı, o kimlə bağlıdır? Məsələn, cavab verir ki, İmam Əli, İmam Həsən, İmam Hüseyin. Çünki onlar olanda nazil olmuşdu. Ondan sonra da əlbəttə kimə də aiddir? İmam Səccədə də aiddir, İmam Baqirə də aiddir. Buyurdu ki, İmam sənə qurban olum, məsələ biraz fərqlidir, deyir, nədir? İnsanlar deyir, məndən soruşur ki, niyə Əli əleyhissalamın, Əhl-i Beytin adı Quranda çəkilməyib? O dönəmdə. İmam buyurdu ki, qulu ləhum. Gedin onlara bunu deyim. Nə deyim? İnnə Rasulallah nəzələt aleyhissalam. Peyğəmbərə namaz nazil oldu, vacib oldu, buyuruldu ki, namazı çatdır. Düzdür? وَلَمْ يُسَمِّ اللّٰهِ لَهُمْ سَلَاسًا وَأَرْبَعًا Amma Allah o namaz haqqında danışmadı. Çünki namaz əmudud dindir, dinin sütunudur. Bu qədər mühüm ibadətdir, şah ibadətlərdən biridir, mühüm ibadətlərdən biridir. İn qubilət masivahadır. Əgər o qəbul olsa, o birisi əməllərdə qəbul olar. Cənnətin qapısını miftahul cənnədir, cənnət qapısının açarıdır. Bu qədər mühüm mövzu Quran-ı Kərimdə deyilmədi. O 3 rükətdir, 4 rükətdir. Hətta kənə Rasulullah huvəl-ləzi fəssərə zalik ləhum. Peyğəmbər gəldi də bu 3 rükətdir, 4 rükətdir, 2 rükətdir. Bu boyda məsələ. Yaxşı. Yaxşı, necə ola bilər biz namazın rükətin yaxınlaşıb Peyğəmbərdən soruşuruq, Peyğəmbər sünnəsinə müraciət edirik. Bu qədər əhəmiyyətli mövzuda, amma biz Peyğəmbər sünnəsinə müraciət eləmirik. Görə Peyğəmbər nə deyir, o kimdir, kim olmalıdır ümumiyyətdə? Ayədə ki, ümumi qeyd olunub, əmr sahibləri, o kimdir? Niyə onu soruşmayaq Peyğəmbərdən? Liyusib ənkumur ric əhləl beyt, o kimdir? Niyə soruşmayaq ondan? Yaxşı. Sonra davamında buyurdu, məsum, həc də belədir, zəkat da belədir, həc də belədir, zəkat da belədir. Həccin nə qədər əməli? Zəkatla bağlı nə qədər əməli? Bunlar kim şərh elədi, kim təfsir elədi? Peyğəmbərimiz, yaxşı. Sonra Peyğəmbər məsum buyurdu, əgər təfsir eləməsəydi, deməsəydi kimdir, o kəslər Ul-Əmrlə bağlı, deməsəydi ki, onların adını çəkməsəydi, başqaları deyərdi, onlar bizik. Ona görə Peyğəmbər o ayə gəldi, izah da verdi, onlar kimdir? Deməli, birinci cavab budur. Quran-ı Kərimin metodikası bundan ibarətdir ki, ümumi danışır. Danışıq üslubudur. Külliyyatı deyir, yaxşı, cüz'iyyata adətən varmır və təfsilatı buraxır Peyğəmbər. Onun üslubudur. Quranın üslubudur. Sən istədiyin kimi deyil. Quranın bir üslubu var. Maraqlı bir üslub. Bu bir. 2. Quran hər kəsin adını çəkmir ümumiyyətlə. Quran metodikası adətən ad çəkməməkdir. Adətən. Firon deyir, tituldur, kimdir? Neynüsüz kimdir? O kəsdir ki, deyir, ənə Rabbukumul ə'la. Mən Rəbbəm. Özünü Rəbb bilir. Kim özünü Rəbb görürsə, o da Firondur. Allah ünvan deyir. Ünvan deyir ki, bütün qiyamətə qədər aid olsun mövzu. Ya məsələn, Allah Quranda və mimmən həvləkum minəl-ə'rabi münafiqun. Ay Peyğəmbər, sənin ətrafında bəzi o bədi, o ərəblər var ki,
Bədəvi ərəblərdir, münafiqdirlər. Onlar bir tərəfə min əhlil Mədinə məradu alən nifaq. Mədinə şəhərində sənin yanında bəziləri var, nifaqda pik həddədirlər. Sənin yanında özlərini sahabə kimi aparırlar. Pik həddə münafiqdirlər. Amma ad çəkmir. Çəkmədi adını. Amma bir sahabə vardı, gəlib Peyğəmbərdən soruşurdu, adlarını deyirdi. Allah. O sahabədən gəlib soruşardılar. Adı var, mən oxumuşdum bunu. Yaxşı. İmrəətə Fir'on. Kimdir adı? Fironun xanımı. Demədi, adı kimdir? Asiya xanımdır. O boyda şəxsiyyət ki, hansı evdən çıxdı, cavan yaşında, İbnili indək beytən fil cənnə, ilahi, sənin yanında cənnət istəyirəm, gəl çatdı bir zirvələrə, adını çəkməyim. Allah deyib ki, o Fironun evindən çıxıb. Yəni, Fironun evindən Asiya xanım kimi xanım çıxıb. Özü də şəhidədir. Bəli, şəhidə xanım. Yandırıb. Onu çarmıxa qoydular. Çarmıxa? Hə, yandırıb. Əllərini vurdular, mismarladılar, o şəkildə əziyyətlə öldürdülər xanım. Onun adını çəkmir. Çəkmir. Və şəcərətul məl'unə fil Qur'an. Lənətlənmiş bir soy, ağac adını demir. Yaxınlaşsın deyib, Quran demir adı. Bu qədər mühümdür də, yəni bu elə bir dənə soydur ki, Peyğəmbərlə, imamətlə mübarizə aparacaq. Ad deməyib. Fəvəcədə abdən min ibadina. Musa getdi, Xızır ona ustadlıq elədi. Musa gör kimdir? O Ləzim Peyğəmbər. Xızır ona ustadlıq eləyir. Xızırın adını demir. Deyir, bəndədir də, nə işin var? Bu xüsusiyyətləri var. Bu istəyirəm deyim, Quran-ı Kərimi nə idi? İkinci cavab budur. Adətən Quran-ı Kərim hər kəsin adını çəkmir.